Salam, deməli, gəlin Stuart teoreminin isbatına baxaq. Deməli, ABC üçbucağı verib bizdə və deyir ki, isbat edin ki, x kvadratı bərabərdir bu bərabərlik, həqiqətən də ödənir. Gəlin bunu isbat edeyim. Mən isbat eləyəndə bunu, deməli, ispat eləyəndə çox üsullar var əslində. Yəni çox deyəndə sinuslar teoremi ilə bunu isbat eləmək olar, kosinuslar teoremi ilə, hətta Van Abel teoreminin köməyi ilə bunu isbat eləmək olar. Amma mən yəni çox uzun getməsin deyə bu videoda kosinuslar teoremi ilə isbatını verəcəm bunu. Kosinuslar deməli necə eləyəcəm kosinuslar teoremi ilə? ALB bucağına bir alfa desəm, onda ALC nə olacaq? 180 dərəcə minus alfa olacaq da. Gəl bunları burada qeyd edirik. Deməli, bucaq ALC bərabər oldu nəyə? 180 dərəcə minus alfaya. Bucaq ALB nəyə bərabər oldu? Bu da bərabər oldu alfaya. Bu şəkildə. Bunu silək. İndi baxın. Diqqətlə qulaq asın. Deməli, ALB üçbucağına gəlin biz kosinuslar teoremini tətbiq edək. ALB üçbucağı bərabər. Nə olacaq burada? Burada kosinuslar teoremi. A kvadratı bərabər olacaq. M kvadratı üstəgəl x-in kvadratı minus 2mx. Kosinus bucaq ALB. ALB nədir? Alfa. Bu şəkildə. İndi həmənki kimi, həmənki yolla. Bu ALC üçbucağına da gəl biz kosinuslar teoremini tətbiq edək. ALC üçbucağı buradan alınacaq nəticə. B kvadratı bərabər olacaq nəyə? N kvadrat üstəgəl x kvadrat minus 2nx kosinus bucaq ALC. ALC nədir? 180 dərəcə minus alfa. 180 dərəcə minus alfa. Nə oldu nə? 180 dərəcə minus alfa. Və biz də bilirik ki, kosinus 180 dərəcə minus alfa bizə mənfi kosinus alfanı verir. Ona görə elə bunları silərəm, bunu silərəm. Buradakı mənfini də müsbət eləyərəm, yazaram kosinus alfa. Bu oldu belə. İndi gəl bax, bu var ya, bu bərabərlik. Buradan kosinus alfanı tapmağa çalışaq. Deməli, 2mx kosinus alfa nə olacaq? M kvadrat üstəgəl x kvadrat minus a kvadrat. İndi kosinus alfa nə olacaq? Kosinus alfa bərabər olacaq m kvadrat üstəgəlsin x-in kvadratı minus a-nın kvadratı bölünsün 2mx. Bax, bu şəkildə. İndi artıq bunu silək. Bunu da silək. İndi ALC üçbucağında burada bərabərliyi yaradır. İndi burada nə var? Burada da yenə 2nx kosinus alfa bərabər olacaq nəyə? B-nin kvadratı minus n-in kvadratı minus x-in kvadratı. İndi kosinus alfa nə olacaq? Kosinus alfa bərabər olacaq buradan da. B kvadrat minus n kvadrat minus x kvadrat bölünsün 2nx. Vəssalam. Bax, bu da kosinus alfadır, bu da kosinus. Deməli, bunlar bir-birinə bərabərdir. Bu ifadələr bir-birinə bərabər edir. M kvadrat üstəgəl n kvadrat minus a kvadrat bölünsün 2mx bərabər olacaq nəyə? B kvadrat minus n kvadrat minus x kvadrat bölünsün 2nx şəklində. İndi bax, x-lər getdi. 2-lər də getdi. Nə qaldı? M-lə n qaldı. Bunları da nə qayıracam? Çarpaz tənasüb şəklində tənasüb eləyəcəm, vuracam yəni. Tənasübə girəcəm. Burada nə olacaq? M kvadratı n üstəgələk. Bu n niyə oldu ki? Bu x olmalıydı.
Üzrsən burada x olmalıydı. X. Üstə gələk. N vuraq x kvadratı minus n vuraq a-nın kvadratı. Bərabər olacaq nəyə? Bərabər olacaq m b-nin kvadratı minus m vuraq n-in kvadratı, daha doğrusu çıxaq m vuraq x-in kvadratı. Bu şəkildə. İndi şagirdlər nə qalıraq? Bax, x kvadratı n qalsın. Bu x kvadratı m-i keçirdirəm sola. Üstə gəl olacaq x kvadratı m. Bərabər olacaq nəyə? Bərabər olacaq. Deməli, olacaq nə? Olacaq bu şəkildə. M b-nin kvadratı minus m n-in kvadratı sonra nə olacaq? Çıxaq m x-in kvadratı bu şəkildə olur da. Deməli, keçirdəndə daha doğrusu gəlin bunu sərgəli yazaq. Olacaq nə? b kvadratı m. Üstə gələk nə? Deməli, a kvadratı n. Çıxılsın m n-in kvadratı. Çıxaq m. Deməli, m kvadratı n. Bu şəkildə olacaq da. Keçirdim buna sonra. İndi soldan sağa keçirdim. İndi bu x kvadratının mötərizə xaricdən çıxarsam nə olacaq? M plus n bərabər olacaq nəyə? B kvadratı m üstə gələk a kvadratı n çıxaq. M n-in kvadratı minus m kvadratı n. İndi şagirdlər və dəyərli müəllimlər, gəlin belə eləyək. Gəlin buradan x kvadratını tapaq. X kvadratı bərabər olacaq nəyə? Bərabər olacaq b kvadratı m. Üstə gələk a kvadratı n. Bunların ikisindən də mənfi m-ni çıxardaq. Olacaq minus mn. Nə qalacaq? M plus n. Və bölünsün nəyə? Bölünsün m plus n şəklində olmuş olacaq. İndi x kvadratı bərabərdir. b kvadratı m. Üstə gələk a kvadratı n. Bölünsün nəyə? M plus n-ə. Və bu m plus n-lər də burada gedəcək, ixtisar olacaq. Qalacaq nə? Çıxaq mn. Vəssalam. Bu da oldu bizim Stuart teoreminin isbatı. Deməli, teorem isbat olundu. Bu şəkildə. Sağ olun, salamat qalın.